Bəli, əziz izləyicilər, Tayland vlogu part 2-yə xoş gəlmisiniz. Əziz izləyicilər, bəzilərinizin səbirsizliklə gözlədiyi, bəzilərinizin vecinin olmadığı, bəzilərinizin də bezdiyi bir video ilə daha qarşınızdayım. Mən də paylaşmaq istəyirəm, hələ 3-4 dənə də video var, onları da düzəldib paylaşacağım deyəndə dedim qoy paylaşım. Bu gördüyünüz James Bond adasına getmişdik. Bu da oradan çıxandan sonra stendlər qoyulub ki, turistlərə oradan əşyalar satsınlar. Ümumiyyətlə Taylanda getdiniz, qətiyyən və qətiyyən deyilən ilk qiymətə malı almayın. Tam yarıya, bəzən də yarıdan da aşağı qiymətlər enə bilir. Dediyim kimi biz burada James Bond adasına getmişdik, amma bir adaya bizi aparmırlardı. Biz hansısa turla adaya gediriksə, bizi fərqli-fərqli bir neçə dənə adalara aparırlar. Bu da onlardan biridir. Bu adada daha çox suyun təmizliyi, qumun təmizliyi yox, daha çox dağın arası, meşəli, belə yerlər idi və çox qəşəng idi. Həm biraz qorxulu idi, baxın göz əyilirik ki, başımız dəyməsin. Həm biraz qorxulu idi, həm də biraz o adrenalin oradan sonra işığa çıxırsa o çox ləzzət eləyirdi. Çox maraqlı turlar idi. Mənə həmişə sual verirsiniz ki, həmişə deyəndə ki, Taylanda gedəndən bu yana həmişə uşaqlığımdan zatdan sual verirsiniz. Buna gic-gic cümlələrdə quram mən. Neysə, Taylanda gedəndən bu yana sual verirsiniz ki, bu turları hardan almışsınız Həyat xanım? Bu turları mən Eldəniz bəydən almışam. Çox da razı qalmışam. Eldəniz bəy bizim həm yerlimizdir. Orada Taylandda belə turlarla məşğuldur. Bu bir reklam deyil, pulunu vermişəm, almışam. Heç 1 qram da endirim də istəməmişəm. Niyə görə? Çünki o orada bir iş görmək istəyir. Biz də ona ancaq dəstək ola bilərik. Öz müskindən almışıq deyənə o qədər rahat idik və heç bir şeydən də narazı qalmadıq. Turların içində hər şey bol-bol idi, maraqlı idi, əla idi. Biz çox qəşəng gezdik. Burada Eldəniz bəyin səhifəsini təq eləyəcəm. Kimsə istəyirsə Taylanda getsə əlaqə saxlaya bilər. Ucuz turlara qaçmayın. Doğrudan mən onu eşitmişdim. Biz aldıq, bəlkə ondan da baxalıları var, amma biz aldığımız turlardan razı qaldıq. Burada özümkiləri gördüm, çox sevindim. Onlar da məni gördü, amma onlar heç sevinmədi. Özləri qoymuşlar dağın başına. Neysə, burada gəldik. Bax, görürsünüz necə dar bir mağaradır. Bunun içindən suyla falan. Bir də mənim boyum normal çatırdı. Burada ilk dəfədir ki, balaca boy olmağın zövqünü yaşayırdım. Hamı əyləndə mən əyilmirdim və gəldik belə bir gözəl mənzərəyə. Və Taylanddan vloqlar çoxdur, videolar çoxdur. Hamısını inşallah bir-bir paylaşacağım. Əlavə də nə sualınız oldu, verin, görüşərik o bir vloqlarda.